24 sot bağında yerləşən meyvəsi. Bu bağ sizin də ola bilər dəyərli izləyicilər. Gəlin başlayaq. Bu gördüyünüz hissə bağımızın zal hissəsidir və buradan bağımıza daxil olduqda sanki Alaçatıdayıq. Bir dənə güllərə baxın, necə möhtəşəmdir. Yəni çox bağlar görürük. Yalandan ortaya bir dənə belə saman atırlar, deyirlər bura bağdır. Yox, baxın bura cənnətdir, bura bağ deyil. Hər cür gül, meyvə ağacı yetişən bir yer. Bağımız 24 sotun içində yerləşir, 3 mərtəbədən ibarətdir. Ən əsas buranın həyətini göstərmək istəyirəm. Zəhmət olmasa Ramazan bəy, buranı belə geniş götürək ki, izləyicilərimiz görsün. Baseynimiz çox möhtəşəmdir, 2 metrdir. Bu hissə bizim ümumi hamam otağımızdır, həyətimizdə yerləşən. Bu tərəfdə isə bizim mətbəximiz yerləşir. Bu arxa hissədə yerləşən bağ hissəmizi də götürün. Mən də meyvəmi yiyim də. Belə bağlar olanda təqdimat yaddan çıxır. Kim alacaqsa halallığını versin, indidən bağının meyvəsini yiyirəm. Məni çəkində kömək edin. Meyvə siyasız verməyəcəm sizə, gözləyin. Heç tutanırsınız. Meyvəmizi yığdıq, meyvəmizi yedik. Gedək bizim villamızın 3-cü mərtəbəsini çəkəcəm. Hər bir mərtəbəsində 3 otaq və özünə məxsus hamam otağı yerləşir. Və bir də çox gözəl və möhtəşəm qış üçün çox geniş bir görəcəksiniz ki, terasımız da mövcuddur. Hər mərtəbənin proyekti eynən belə olduğu üçün sizləri yormaq istəmirəm. Bura bizim ən yüksək 3-cü mərtəbəmizdir. Zəhmət olmasa gələk. Bura bizim hol hissəmizin balkonudur, giriş hissəmizin balkonu. Və buradan keçid eləyirik bizim otağımıza. Bura bizim ümumi hamam otağımız. Və burada bizim mətbəx hissəmiz, 2 ədəd yataq otaq hissəmiz, zal hissəmiz. Ən sevdiyim yer bura oldu. Çünki qış olanda buranın yekə, mənim cümləm yekə. Bura çox qəşəng, çox genişdir həqiqətən. Super bir proyekt düşünülüb ki, belə bir genişlikdə bura teras qoyulub həqiqətən gözəldir. Tam qış terası, yəni ideal. Və zəhmət olmasa oradan da gəlin üzü, buradan bizim bir dənə həyətimizin görüntüsünü götürək. Bu bağ evini bilmirəm sizlərə necə təqdim etdim, buranın ab-havasını sizlərə necə göstərə bildim, amma buranın təqdimatla yox, buranı gəlib özünüz görməlisiniz. Ona görə də buranı daha ətraflı məlumatını bilmək və buranı görmək üçün mənimlə əlaqə saxlamağı unutmayın.